münasibətdə haqlı çıxmaq yox, sadəcə münasibəti müzakirə etmək. Feedback necə verilir? Adi işdə də feedback necə verilir? Hansı zamanda, hansı şəkildə olubdursa, qısa şəkildə ancaq ona aid olan bir şey deyilməlidir. Vəssalam. Yoxsa ki, heç vaxt, həmişə bu sözlərdən istifadə edəndə qarşı tərəf səni anlamır və müdafiə mövqeyinə keçir. Yəni bu çox böyük yanlışdır. Həm ünsiyyət problemidir, həm də o insanın içində həddindən artıq haqlı çıxmaq istəyi, yəni budur. Bir hadisə olmuşdu ki, 15 ilin ailəsi idilər. Qadın mənə deyir ki, mən 8 il idi, bir yerdə yaşayırdıq. Bir də ayıldım ki, mən 8 il ərzində heç vaxt haqlı olmamışam. Yəni mübahisə edəndə heç vaxt haqlı olmamışam və deyir onda ayıldım ki, bu belə ola bilməz axı. Mən nə qədər nəyisə düzgün eləməsəm də, mən heç olmasa bir dəfə də olsa haqlı çıxa bilərəm də. Və deyir onda başa düşdüm ki, mənim qarşımdakı insanla bağlıdır bu problem.